Növbəti tədris ilindən etibarən məktəb direktorlarının ayrıca imtahanla deyil, sertifikasiyada yüksək bal toplayan və müavin kimi çalışan müəllimlər arasından seçilməsi planlaşdırılır. Bu yanaşma həm idarəetmə peşəkarlığını artırmaq, həm də direktor seçimi prosesini daha səmərəli və obyektiv etmək məqsədi daşıyır, lakin bu dəyişiklik bəzi suallar da doğurur. Müavin işləməyən, amma potensial olaraq yaxşı rəhbər ola biləcək müəllimlərin imkanları məhdudlaşmayacaqmı? Gələcəkdə yalnız müsahibə yolu ilə direktorların seçilməsi idarəetmə keyfiyyətinə necə təsir göstərəcək? Bu suallarımızı da təhsil eksperti Sona Əliyeva cavablandırıb. Maraqlıdır, baxaq. Direktorun yalnız sertifikasiyada yüksək bal toplayan və müavin vəzifəsində çalışan müəllimlər arasında seçilməsi əslində tam da doğru yanaşma deyil. Niyə? Ona görə ki, bizim məqsədimiz idarəetmədə peşəkarlığı artırmaqdır. Yəni potensialı və pedaqoji biliyi yüksək, idarəetmə qabiliyyəti olan, şəxsiyyət və liderlik bacarıqları olan, insanlarla düzgün ünsiyyət qura bilən belə bir şəxslərin olmasını seçməliyik ki, bu deməli məktəb kollektivində həm şagirdlərlə, həm müəllimlərlə, eləcə də valideynlərlə, ümumiyyətlə cəmiyyətlə deməli çox düzgün münasibətlər qura bilsin və işləyə bilsin. Amma belə bir kriteriya üzərindən getmək isə təbii ki, deməli müavin işləməyən, amma məktəbdə kifayət qədər deməli yüksək hörməti olan, savadı olan, qabiliyyətli, şəxsi keyfiyyətləri yüksək, idarəçiliyi, təşkilatçılığı yüksək olan müəllimlərin bir növ qarşısını kəsir. Yəni burada seçim məhdudlaşır. Ümumiyyətlə məktəb rəhbərliyinə seçiləcək şəxsləri sadəcə sertifikasiyada topladığı bal və yaxud da çalışdığı mövcud vəzifə ilə deməli dəyərləndirmək və seçmək çox da doğru qərar deyil. Bəzi insanlar var ki, deməli, həddindən artıq yüksək savadlıdır, ola bilsin ki, o deməli müəyyən bir rəhbərliyin idarəçiliyi altında nizamlı fəaliyyət göstərir, amma bu o demək deyil ki, onun hələ idarəetmə qabiliyyəti və yaxud da insanlıq, şəxsiyyət keyfiyyətləri, liderlik qabiliyyəti yüksəkdir və o insanlarla işləyə biləcək. Ona görə də məncə biz burada seçim dairəsini daraldırıq və sadəcə vəzifə tutanları seçməyi hədəfləyirik. Yəni həqiqi rəhbərləri yox da sadəcə vəzifədə olanları yenidən vəzifəyə seçməyə planlayırıq. Bilirsiniz, ümumiyyətlə gələcəkdə direktorların seçilməsində yalnız müsahibə yolu ilə qərar vermək doğru deyil. Ona görə ki, ümumiyyətlə müsahibələr qısa təəssürat yaradır. Yəni bu imtahan da belədir, test imtahanları da belədir. Testləri əzbərləyə bilərsən, yüksək nəticə əldə edə bilərsən, müsahibəyə hazırlaşa bilərsən, yenə də yüksək təəssürat yarada bilərsən, amma bu o demək deyil ki, bu adamın real idarəetmə bacarıqları yüksəkdir. Yəni mən düşünürəm ki, əlbəttə ki, məqsədə uyğun yol obyektiv meyarların tətbiq olunmasıdır, ümumiyyətlə idarəetmə simulyasiyalarının tətbiq edilməsidir və şəffaf seçim mexanizmləridir. Bəzən olur ki, biz görürük məktəblərdə direktor seçilir, amma kollektiv onu rədd eləyir və yaxud da cəmiyyət onu, icma onu rədd eləyir. Yəni qəbul eləmək istəmir və bu da müvafiq problemlər yaradır. Ona görə də mən düşünürəm ki, bax bu seçimlərdə həm də yerli kütlənin məsələn, kənd və rayonlarda da eləcə də yerli ictimaiyyətin fikri də önəmlidir ki, onlar layiq görürmü həm də bu adamları? Doğrudan da bu obyektiv seçimdir? Yəni sadəcə əzbərləmək, imtahan vermək və yaxud da müsahibədən keçmək yüksək təəssüratlarla bu hələ də deməli idarəetməyə seçiləcək adamın düzgün dəyərləndirilməsi demək deyil. Ümumiyyətlə idarəetmə prosesi müəllim işləməkdən də, məktəbdə direktor müavini işləməkdən də qat-qat çətin işdir. Ona görə ki, burada həm o qədər yüksək pedaqoji bacarığın olmalıdır ki, sən müəllimlərin açıq dərslərində oturasan, onlara metodik göstəriş verə biləsən, onların müəyyən belə deyək də çatışmamazlıqlarını biləsən. Eyni zamanda bu həm də yüksək idarəetmə qabiliyyəti istəyir. Ona görə ki, məktəb çox böyük kollektivdir. Həm şagirdlər, valideynlər, müəllimlər, hərə bir ailədən gəlir və çox müxtəlif xarakterlərə, çox müxtəlif belə deyək də ailə sistemlərinə, çox müxtəlif tərbiyə səviyyələrinə malik insanlar var. Yəni məktəbdə hər cür insan gəlib keçir məktəbdən.
Ona görə də baxın, yüksək idarəetmə qabiliyyətinin olması çox vacibdir ki, həm savad olmalıdır, həm də eyni zamanda bax bu geniş kollektivlə işləmə bacarıqları olmalıdır. Ona görə də bu seçim, çox geniş, ədalətli və açıq olmalıdır. Bunu dar çərçivəyə